Hörmətli həmkarlar, abituriyentlər, bugünkü mövzumuz dənizlər mövzusudur. Biz başlayırıq Avropanın dənizlərindən. Şimalda Qrinlandiya dənizi yerləşir, Norveç dənizi yerləşir, Barents dənizi yerləşir. Sonra burada Şimal dənizi, bir də Baltik dənizi yerləşir. Cənubi Avropada əsasən Aralıq dənizində, həm də adalararası dənizlər demək olar bunlar, Tels okeanının qalaqları hesab olunmuşdur. Bunlara Azov dənizidir, Qara dənizdir, Marmara dənizidir, Egey dənizidir, sonra Adriatik dənizidir, Apenin yarımadası ilə Balkan yarımadasının arasında yerləşir, Tiron dənizidir, sonra Liguriya dənizidir, bu Aralıq dənizinin özüdür. Bunlar Avropanın dənizləri hesab olunur. Sonra keçirik Asiyanın dənizlərinə. Asiyanın şimal hissəsinin dənizləri var. Kara dənizidir, Laptevlər dənizidir, sonra Şərqi Sibir dənizidir, Çukot dənizidir, Bering dənizidir. Keçirik kənar dənizlərə. Oxot dənizi, Yapon dənizi, ondan sonra Sarı dəniz, Şərqi Çin dənizi, ondan sonra Cənubi Çin dənizi, Filippin dənizi və burada da yenə adalararası dənizlər var. Sulu dənizdir, Sulawesi dənizidir, ondan sonra Banda dənizidir, Yava dənizidir, Moluqdur. Burada bir də Andaman dənizləridir. Burada da Cənubi Asiyada Ərəbistan dənizini demək olar. Əsasən keçirik Şimali Amerika dənizlərinə. Şimali Amerika materikinin dənizləri yenə şimalda Çukot dənizi. Çukot dənizi həm Asiya aid etmək olar, həm də Şimali Amerika aid etmək. Bir də Bering dənizini. Sonra burada Beaufort dənizi yerləşir, Baffin dənizi yerləşir, Labrador dənizi yerləşir, sahilsiz dəniz Sarqas dənizi yerləşir. Onu da bildirim ki, Sarqas dənizinin sahillərini mərcan poliplərindən müəyyən etmək olur. Burada Karib dənizi göstərmək olar. Keçirik Cənubi Amerika, Afrika və Avstraliya dənizlərinə. Demək olar ki, Cənubi Amerikada dəniz yoxdur. Əsasən Afrikada dəniz bir dənə qırmızı dənizdir. Avstraliyada Fiji dənizi, Tasman dənizi, ondan sonra Mərcan dənizi, ondan sonra Timor dənizi, bir də Arafur dənizi Avstraliyaya aid etmək olar. Antarktidanın dənizləri şərqdən qərbə və qərbdən şərqə doğru uzanmış dənizlərdir. Amundsen dənizi, Bellingshausen onların adı ilə həmin Cənub qütbünü və həmin materiki kəşf edənlərin adları ilə Lazarev dənizi, Bellingshausen və Lazarevdir. Ondan sonra Oedil dənizləridir, Larsen dənizidir, Kosmonavtlar dənizi, Birlik dənizi, Davisdir, Durvildir. Bir də Ross dənizi. Bunlar Antarktidanın dənizləri hesab olunur. Beləliklə bugünkü dərsimiz dənizlər mövzusu idi. Diqqətinizə görə təşəkkür